Değerli izləyicilərim, bu gün sizlər üçün Novruz xonçasının asan üsulla hazırlama qaydasını göstərəcəyəm. Xonçanı hazırlamaq üçün bizə lazım olacaq dekor üçün çəpər və 3 ədəd suvenir quş, 1 ədəd dekor sapı və kənarlarının bəzəyi üçün bizə belə dəstə gül lazım olacaq. Bir də 2 ədəd silikon kiley. Xonçanın alt hissəsinə isə məndə belə tort qutusunun altlığı var idi. Ondan istifadə edəcəm. 2 ədəd olduğu üçün 2 dənə hazırlayacağım. Əvvəlcə çəpərin əyriliyini düzəldirəm. Daha sonra dairəvi kardonun altlıq hissəsini silikonlayıram. Mən tort sifariş verdikdə onun qutularını atmıram. Bu qayda ilə xonça hazırlayıram. Altlıq hissəni silikonladıqdan sonra içlik hissəni yapışdırıram. Silikon tam quruduqdan sonra kənar hissəyə çəpər olan dekoru yapışdırıram. Əvvəlcə çiçəklərin yerini müəyyən etmək lazımdır ki, yapışdıranda səliqəli alınsın. Mən buketdə olan çiçəkləri hissələrə ayırıb əlimin altında hazır saxladım ki, yapışdıranda çətinlik çəkməyim. Səbətin kənarlarını dekor sapı ilə bu qayda ilə silikonlayıb yapışdırıram. Onda çəpərin qopma ehtimalı daha az olur və səbətin kənarı daha səliqəli görsənir. İlk öncə yarpaqları yapışdırıram, daha sonra çiçəkləri silikonlayıb həmin hissələrə birləşdirirəm. Səbət üçün istifadə etdiyim dekorları da Temudan sifariş vermişdim. Linkini təsvir bölməsində paylaşacağım. Ən sonda dekor üçün aldığım quşu səbətin bir hissəsinə yapışdırıram. Budur, səbətimiz hazırdır. Videonu sona qədər izlədinizsə bildirişləri açmağı unutmayın.